Salam əziz şagirdlər. 2 noyabr tarixində 9-cu siniflər üçün keçirilən OTK-nın sınavının, yəni buraxılış sınavının izahını çəkib paylaşacağam. Siz də bu cür dərs videolarının izahını istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib paylaşmağı, rəy yazmağı yaddan çıxarmayın. Və YouTube kanalımıza abunə olun. Çünki bugün keçirilən həm də digər blok sınavları da var ki, 3-cü qruplara aid onların da izahını çəkib paylaşmışam. İndi isə baxaq bir-bir testlərimizin izahını. Birinci sualda deyir ki, cədvələ uyğun sözlər hansıdır? Yalnız say kimi işlənə bilər. Məsəl üçün, burada birinci baxaq, 3/1 ancaq 3/1 hissəsi. 3/1 sözü yalnız say kimi işlənə bilər. Bəli, ancaq say kimi olur, başqa şey olmur. Az zərf də olur, 2 olanları silsək, yüzlərcə ancaq saydır, 3 olmayanları silsək, yerinə görə həm say, həm də başqa diksiyası, yəni zərf ola bilər, ədad ola bilər. Bir çox ancaq say olur, zərf ola bilmir. Bir qədər oxudur, zərf olur. Cavab C variantı. Minlərlə də ancaq say olur. Baxaq ikinci suala. Paxıllıq ürək üçün zəhərdir cümləsində əsas diksiyasının hamısına aid fikirdir. Paxıllıq isimdir, ürək isimdir, zəhər isimdir. Üçün bir dənə qoşmalı. Əşyanın adını bildirir. Bəli, hamısı isimdir. Daha sonra qrammatik şəkilçi qəbul etməyib. Hamısı yox, zəhərdir edib baxın. Ki olmayacaq, adlı xaldadır. Paxıllıq ürək üçün, bəli, hamısı adlı xaldadır. Gözlə görülə bilir. Xeyr, paxıllığı nətər müzərrət isimli görmək olmur. Cavab C variantı. Hansı cümlənin sonuncu sözü yerinə görə amonim kimi işlənə bilər? Sonuncu sözü. Dostluğun birinci şərti etibardır. Etibar amonim deyil. İnsanlar bir-birini qardaş bilməlidirlər. Bilməlidir sözü amonim deyil. Elm, işıq, elmsizlik isə qaranlıqdır. Qaranlıq sözü amonim deyil. Xəstəliklərdən çoxu qarınqululuqdan gəlir. Qarınqululuqdan gəlir. Gəlir sözü pul mənasına gəlir. Bir də gəlir başlanğıc formaya görə amonim olmaz. Yaxşı işin mükafatı onun nəticəsidir. Nəticə sözü amonimdir ki, birinin övqat mənasında, bir də bir işin nəticəsi. Cavab Y variantı. 4-ə baxaq. Bir-birinin antonimi ola bilməyən sözləri müəyyən edin. Bağlanmış, açıq. Bağlanmış fe'li sifətdir. Açıq sifətdir. Olmaz. Eyni diksiyası olmalıdır. Fərqli eyni düzdür. Tox ac düzdür. Açıq tünd düzdür. Yoxuş eniş düzdür. 5-ci suala baxaq. Nə qədər düşünsək də bir sıra suallara cavab tapmadıq. Cümləsindəki sözlərlə bağlı doğru fikir istəyir. Cəm şəkilçili isim təkdə verilə bilməz. Bəli, çünki bir sıra, bir çoxdan sonra gələn isimlər cəmdə olmalıdır. Bu düz fikirdir. 2 say işlənib. Nə qədər düşünsək, bu zərf, daha doğrusu sual əvəzliyidir. Bir işləməyib 2 say. İsimlərdən biri adlı xaldadır. Suallara yönlü yoldadır. Bəs sonra yönlü yoldadır xal deyil. Əşyanın miqdarını konkret bildirməyən, yəni qeyri-müəyyən miqdar sayı işlənib. Bəli, bir sıra cavab 1, 4, Y variantı. 6-cı suala baxaq. Tərkibində dodaqlanan sait olmayan söz hansı cümlənin tərkibindədir? Monoqrafiyada tələffüza görə baxmalıyıq da biz. Monoqrafiya hamısı ad. Yəni dodaqlanan sait yoxdur. Montiyor vaxtında gəldi. Montiyor o olur burada. Moderator o olur burada. Xəbər üzücü, ü dodaqlanan saitdir. Möcüzələr elə ödü, üydü dodaqlanan saitlər iştirak etmişdir. Rahat sualdır. Altından xətt çəkilmiş sözlərin hər ikisinə aiddir. Yalnız öz işinə yarayanlar əslində heç nəyə yaramırlar. Qarşılığı olmayan samitlə başlayır. Xeyr, yığının qarşılığı olar. Kar samitlə bitir. Xeyr. Ahəng qanuna tabi deyil. Tabi də axı. Uzun tələffüz olunan sait yoxdur. Yoxdur da uzun tələffüz olunan sait. Heç bir uzanmır. Qapalı saitdən istifadə olunmayıb. Niyə? O qapalı saitdir. 8-ə baxaq. Müqayisə cədvəlinin əvvəlində işarə qoyulmuş sözlərlə bağlı uyğun olmayan fikirləri istəyir. Hiylə və xəyanət zəiflərə xas əməldir. Aza qani olanlar da var. İsimləşib zəiflərə, yəni zəif insanlara, bəli. Amma isimləşmiş fikir hər ikisinə aiddir. Yəni az sözlə isimləşib. Ona görə biri götürməyəcəyik. Çünki hər ikisinə aiddir. Uyğun olmayan deyir. Götürəcəyik. Uyğun olmayan deyir. Səhv fikir istəyir də bizdən.
Əlamət bildirən sözdür. Zəif, bəli, əlamət bildirir, düzdür. Saydır, bu birisi bəli, saydır, yerindədir, düzdür. İsmi sona cavab verir, bəli. Hal şəkilçisi qəbul edən isimdir. Xeyr, isim deyil axı. Bu birinci sifətdir, ikincisi saydır. 1, 5 cavab C variantı. 9. Hansı sözlər çoxaltma dərəcəsində işlənə bilməyən sifətlərdir? Bilin ki, dakı, dəkilərdir, daha sonra i-vilərdir. Bunlar dərəcəyə görə dəyişə bilmir. 1-dir, 2-dir, 3, 4-dür. 1, 2, 4. Belə cavab olmadı ki. Bir dəqiqə, mən harada səhv getdim. İrəlidəki hansı sözlər çoxaltma dərəcəsində işlənə bilməyən sifətlərdir? Evdəki, irəlidəki, dünənki, irəlidəki. Burada götürək, məsəl üçün, 1 ilə 4-ü götürək. Amma irəlidəki sözündə, irəlidəki necə olur çoxaltma dərəcəsində, məsəl üçün, lap irəlidəki. Ola bilər, amma lap irəlidəki. Lap qoysuq, bəlkə də işlənər. Sonra, qalın saitlə başlayıb incə saitlə tamamlanan sözlər. Qalın A ilə bitib, ə ilə, incə ilə bitir, biri birdir. İcazə, elə incə ilə başlayıb, incə ilə bitir. Ovçu, qalınla bitib, qalınla bitir. Başlayıb, qalınla bitir. Uzun gövdəli, i, incə ilə bitir, qalınla başlayır. 1, 4, 1, 4, 5, yəqin ki, 1-də, bəli. Daha sonra mətninə baxalım. Mətnin cavabların şifahi formları deyəcəm, testlərinizi oxuyarsınız, mətni işləyərsiniz, işləmək istəyənlər üçün. Sonra axırda yoxlayarsınız. 11-ci sualda cavab D variantıdır. Yəni, məcazi mənada ifadələr işləməyib deyir, yəni tapmaq rahatdır. 12-ci sualda E variantıdır ki, anaya aid xüsusiyyətlər ki, ana təfəkkürünə, belə deyək də, ana hansı cəhətlə görə Yunanlılara müqayisə olunur, bir təfəkkürünə görə, bir də ki, düşüncə tərzinə görə. 13-cü sualda hansı cümlələrdə mətn əlavə olunsa, tərkib hissələri arasında rəqə pozular. 13-cü sualda C variantıdır ki, adama heç vaxt yaxın adamlardan fayda gəlməz. Yəni, bunun adəti olmaz. Çünki niyə? Orada məsələn, ananın faydaları olur da. 14-də isə, bir dəqiqə, ananın oğuldan təmanası nə idi? Ata yurduna qayıtsın, geri qayıtmağını istəyirdi. Ananın mal qaranı, 15-ci sualda, ananın mal qaranı məhz yad adamlara satmasının səbəbləri hesab oluna bilər. Bu da səbəb oluna bilər ki, mal qaranın övladların gözündən kənar olması və istəmirdilər də. Daha sonra bir də ki, yad adamların mal qara sahibinə olan münasibəti, bəli, 2, 4-dür. 16-cı sualda mətndəki çərçivənin yerinə hansı söz yazılsa kontekstə uyğun olar. Baxaq o hissəyə. Deyir, Yunan dramaturgiyasına obrazların hamısı fəlsəfi təfəkkür sahibidir. Deyir, ora hansı söz yazılsa, bir dəqiqə, test. Uyğunluq deyir, bəlkə onlara, yəni uyğun olar. Burada qədim Yunanlar olmalıdır. Qədim Yunan dramaturgiyasında belə. Y variantı 16-da. 17-ci sualda anaya aid, bir də oğula aid xüsusiyyətləri istəyir bizdən. Ana kövrəkdir, düzdür. Oğul qətiyyətlidir, ana qətiyyətlidir, oğul yox. Həm də nənədir, düzdür. Məişət qayrağına az vaxt ayırır, bu oğlandır, oğlana aiddir. 1, 2 cavab Y variantı. 18-ci sualda isə mətndən sizə hansı fikir doğru hesab etmək olar? Övlad anasının görüşünə tək getməyib. Bəli, cavab A variantıdır. 19-cu sualda isə Süleyman Peyğəmbərin sitat gətirməkdə ananın məqsədi nə idi? Bu cür yaza bilərik ki, belə övladını geri qaytarmaq istəyirdi. Öz doğma torpaqlarına geri qaytarmaq istəyirdi. 20-ci sualda isə nə yaza bilərik? Bu da ana obrazını əlaqələndirib yazmaq olardı. Müdrik o adamdır ki, öz təcrübəsi və ağlı ilə başqalarına nümunə olsun. Bunu da ana ilə əlaqələndirib yazmaq olar. Növbəti 21-ci suala baxaq. 21-ci sualda cavab əvvəlində işarə qoymuş hansı o abzasın aid olduğu tərkib hissə doğru göstərilməyib. B variantı, giriş hissə orada baxacaqsınız, səhv göstərilib. Daha sonra 22-ci sualda baxalım. Bir dəqiqə. Mətndən sizin yanlış fikir istəyir. Burada C variantıdır ki, bütün qədim filosoflar yaxşılığın nə olduğunu müzakirə ediblər. Xeyr, hamısı yox. Ona görə C-dir. 23-də mətnin sonundakı, həm də mətndə belə bir şey yoxdur. Mətnin sonundakı nöqtələrin yerinə uyğun ifadəni müəyyən edin. Baxaq görək, nöqtələrin haradaydı burada?
Bir dəqiqə baxaq, tapaq nöqtələri. Nöqtələr hardadır? Hə. Deyir, axırıncı abzasda. Burada belə nəticə çıxarmaq olar ki, yaxşı fikir əməllərimizin həm bizə, həm də digərlərinə, həm də bizi əhatə edən dünyaya necə təsir edəcəyi barədə məsuliyyət və həssaslıqla düşünməyimizdən irəli gəlir. Yaxşı insan olmaq üçün belə deyək də, özümüzə rəva bilmədiyimizi, bəli, başqalarına da rəva bilməməliyik. 23-də B variantı. 24-cü sualda isə yaxşılıqla bağlı məsələlərdir ki, burada əməllər olmalıdır və münasibətlər olmalıdır. Daha sonra 25-ci sualda isə müzəndə hansı rəqəm yazılmış söz qarşısındakı mötərizədə verilmiş nümunə ilə əvəz oluna bilər. Burada birdir, baxaq. Biri bir dənə tapaq. Hə, səngiməyib, azalmayıb. Bəli, səngimək sözü azalmaq sözü ilə yaxın mənalı ola bilər. 25-də C variantı. 26-da hansı sözlə başlayan abzasda mətndən çıxan nəticəni müəyyən etmək olur. Burada C variantı ki, buradan, yəni axırıncı. Yəni axırıncıdır ki, həm nəticə deyil, nəticə sonda olur və daha sonra 27-də isə mətndə çərçivə daxilində verilmiş ifadənin şərhi əsasında uyğun fikirləri müəyyən edin. Çərçivə daxilində verilmiş sözü tapaq. İfadə verdikləri sözlərə tutanda, sözünü tutmaq mənasındadır. 27-yə, baxalım. Bu məcazi mənadır, bəli, məcazi mənadır. Sözü bütöv olmaq mənasındadır. Onun hər yanında sözü keçir. Yox, sözü tutmaq deyil, axı elə 200 söz var. Y variantı, rahatdır. Mətnə görə yaxşı adamın xüsusiyyətləri hansılardır? Mətnə görə yaxşı adamların xüsusiyyətləri bilin ki, bir, dürüstlük olmalıdır, nəzakətlilik olmalıdır və sözünü tutmaq. 2, 3, 5, B variantı. 29-da isə deyir, mətn əslində doğru fikri seçim və seçimdə əsaslandırın. Yaxşı olanı müəyyən etmək çətindir, yoxsa çətindir əlbəttə ki, çünki hər görünən bir şey yaxşı deyil. Yəni, yaxşıdır deyə bilmərik, onun çətindir. 30-da isə mətnə görə həyatda insanların yaxşı sözündən istifadə etməklə məqsədi nədir? Bunu da mətnə görə əlaqələndirmək olar. Bu da oldu testlərin izahı.